Salam, biz vegetativ orqanlardan yarpaq mövzusundayıq. Gördüyünüz kimi burada 4 müxtəlif yarpaq təsvir olunmuşdur ki, hər biri də sadə yarpaqdır. Niyə sadə yarpaq dedik? Çünki bir saplaqdan və ayadan ibarətdir. Birinciyə baxın, görürsüz, kənarı tamdır. İkinciyə baxın, ikincidə kənarı bölümlüdür, palıdın yarpağıdır. Üçüncüyə baxın, kənarı dilimlidir, ağcaqayının yarpağıdır. Dördüncüdə kənarı yarılmışdır, palmanın yarpağıdır. Amma 4 yarpağın dördü də birincini demədim. Birinci də tam da çökənin yarpağıdır. Yəni bunu niyə deyirəm? Çünki soruşursunuz, ay müəllimə çökədə necədir, ağcaqayında necədir? Ona görə dedim. Bax bu sadə yarpağın tipləridir, formalarıdır. İndi bu tədris proqramından çıxarılıb deyil, tədris proqramından. Daha biz bunu demirik. Amma əvvəllər deyirdik bunu, tədris edirdik və abituriyentlərdən də, şagirdlərdən də soruşurduq. Yəni 4-ü də sadə yarpaqdır. Bir saplaqdan və ayadan ibarətdir. Bəzən sadə yarpaqlarda saplaq olmaya da bilər. Məsəl üçün ümumiyyətlə yarpaqlarda saplaq olmur. Saplaq olmayanda da biz buna nə deyəcəyik? Oturaq yarpaqlar. Bəzi yarpaqlarda da, hamısında yox. Oturaq yarpaqlardır. Oturaq yarpaqlarda dediyim kimi saplaq yoxdur. Bəs nə var? Sadəcə yarpaq ayası var. Məsəl üçün qərənfildir, aloyadır, aqavadır. Bax bunların yarpaqları oturaq yarpaqlardır. Deməli, minimum yarpaq neçə hissədən ibarət oldu? Sualını versəm, deyəcəksiniz ki, müəllimə, minimum yarpaq bir hissədən ibarət olur. Saplağı olmayan yarpaqlar oturaq yarpaqlardır. Onlar bir hissədən ibarət. Bu belə. Gəlirik, bir də onu deyim ki, bəzi yarpaqların saplağı olur. Sadəcə qın kimi qucaqlayır o bitkini. Məsələn, qarğıdalı bitkisində, taxıllarda. Qın əslində saplaqdır. Sadəcə gövdəni novça kimi qucaqlayır. Və qarğıdalını gətirin gözünüzün önünə. Qarğıdalı bitkisinin bütün gövdəsinin yarpağını, taxıllarda belədir. İndi bu mürəkkəb yarpaqdır. Baxırıq. Mürəkkəb yarpaqlarda birinci şəklə baxsaq görəcəksiniz ki, bir ümumi saplağın üzərində 7 xırda yarpaq var. Və sonu bir yarpaqdan qurtardığına görə lələk formasında, amma tək lələk var edir. Qızılgüllü, itburnudur. Bunlara misaldır. İkinci yarpaq barmaqvari formasındadır. Baxın, bu deməli durub buna sadə yarpaq deməyin. Bir ümumi saplaq üzərində bir neçə xırda yarpaq var. Barmaq formasındadır. Barmaqvari yarpaq dediyi buna və barmaqvari də bilirsiniz ki, acı paxladır, ballı yoncadır. Acı paxlanın başqa cürə adı lupindir, at şabaldıdır, çətənədir. Bunlar barmaqvaridir. Belə yadda saxlayın ki, balı barmaqla yeyirlər, ballı yonca barmaqvari. Bu cürə yadda saxlayın. Düzdür, bunlar tam soruşulmur, amma mən yenə dedim ki, maraqlı olar. Gəlirik, üçüncüyə baxırıq. Üçüncüdə görürük ki, deməli, nə görürük? Yenə lələk formasındadır, amma sonda 2 yarpaqla bitir. Birinciyə baxın, sonda 1 yarpaqla, ikincidə 2 yarpaqla bitir. Deməli, ikinci olacaq nə? Cüt lələkvari mürəkkəb yarpaq. Bu da olacaq sarı akasiya, noxud, lərgə. Bax, hecəyə baxın, noxud 2 hecalı, lərgə 2 hecalı, sarı 2 hecalı. Amma ağ akasiyadır, qızıl güldür, sonra itburnudur. Bax, görürsünüz, tək hecalı, ağ sözü tək. Niyə bunu deyirəm? Düzdür, indi biz bütün tək hecaları durub belə götürmürük. Məsələn, sarı sözündə 2 heca var, ağ sözündə 1 heca var. Bax, belə yadda saxlayın ki, 1 heca varsa tək lələkvari, 2 heca varsa cüt lələkvari. Noxud 2 hecadır. Bu verilən bitkilərin arasında, da durub bütün bitkilərin yarpağını eləməyin. Yanlış getmiş olarsınız. Məsələn, lərgə, noxud, qızılgül, itburnu, ağ akasiyanı görsəz, lərgəni cüt lələkvari götürün, sarı akasiyanı cüt götürün, ağ akasiyanı tək götürün, qızılgülü tək götürün, itburnu tək lələkvari götürün. Burada indi gəldik, dördüncüyə baxın, zəhmət olmasa. Görürsünüz, 3 yarpaq formasındadır. Bir saplağın üzərində 3 kiçik aya var. Bu da olacaq harda? Bu da olacaq lobiyədə. Olacaq, deməli, moruq böyürtkəndə, çiyələkdə
3L yarpaqdır, mürəkkəb yarpağıdır. İndi aşağıdakı şəkilə baxırıq yarpağın damarlanmasına. Birinciyə baxın, zəhmət olmasa. Bir ana damar mərkəzdə görünür. Xırda damarlar kənarda tor formasındadır. İkinciyə baxırsınız, damarlar paralel gedir, bir-birindən fərqlənmir. Üçüncüyə baxın, damarlar sanki paralel olmaq istəyir, amma yuxarıdan birləşir bir-birindən. Bu da yarpağın damarlanma tipidir. Deməli, birinci əsasən torvari damarlama iç ləpələrdə olur. İstisna var bağa yarpağında. Bağa yarpağı bitkisinin yarpağı baxmayaraq ki, iç ləpəlidir. Olmalıydı torvari, oldu qövsvari. Paralel deməyin ha. Əvvəl biz dedik bağa yarpağının paralel və ya qövsvari, indi elə demirik. Qövsvari. İkinci taxıllardadır, paralel götürürsünüz. Üçüncü qövsvari damarlanmanı əsasən götürürük. Deməli, zambaq kimlərdə götürürük. Bu da belə zambaqlar fəsiləsi nümayəndələrində əsasən qövsvari götürür. İstisna var, qarğa gözü bitkisi. Qarğa gözü zambaqlara aiddir. Sadəcə yarpaqları torvaridir. Kök sistemi saçaqlıdır ha. Topalıdır yarpağı, torvaridir. Amma bağa yarpağı baxmayaraq ki, iki ləpəlidir. Bir ləpəlilərin xüsusiyyətini daşıyır iki əlamətə görə. Yarpağı torvari olmalıydı, qövsvari oldu. Kökü milkök sistemi olmalıdır, saçaqlı oldu. Bu qədər. İndi gəldik yarpağın daxili quruluşunda da baxırıq. Burada baxın, zəhmət olmasa, deməli nə göstərilib burada? Deməli, içiyə baxırsınız, ağızcıqlardır. Ağızcıqlar yarpağın dərici, yəni örtük dəriciyində olur, örtük qatında olur. İçi noxud boyda lobyaya bənzər hüceyrələrdir. Bunlar ağızcıq hüceyrələridir. Ortasında ağızcıq yarığı var. Bax, ağızcıq yarığı 10 ədəddirsə, ağızcıq hüceyrəsi 20 ədəd olacaq. Ağızcıq yarığı ilə ağızcıq hüceyrəsini fərqləndirin. Ağızcıq hüceyrəsi ilə qapayıcı hüceyrələr deməkdir. İndi yarpağın daxili quruluşunda bir əlavə izah da verərəm. Belə. Baxırsınız, yenə burada dəricikdə ağızcıq hüceyrələri var. Ağızcıq hüceyrələrin içərisində xloroplast ola bilər. Sonra mərkəzdə baxın, fikir verin. Mərkəzdə borucuqlar, yəni ksilema boruları tam ortadadır. Ələyə bənzər borular onun yanında, liflərsə yaşıl rəngdə göstərilib, kənardadır. Deməli, yarpağın damarında iki qrup toxuma var. Hansı toxuma? Ötürücü toxuma və deməli, mexaniki toxuma. Qrup deyəndə 2 götürün. Növ deyəndə ötürücü toxumalardan ksilemanı, yəni suyu və mineral maddəni ötürən ksilemanı, başqa cürə borucuqları və üzül maddəni ötürən ələyə bənzər boruları, başqa cürə floemanı. Deməli, yarpağın damarında 2 qrup mexaniki və ötürücü toxuma var. Mexaniki toxumadan liflər var, növ olaraq. Ötürücü toxumadan ksilema və floema var. Deməli, 2 qrup, 3 növ var. Bax, növ deyəndə xırdalayın. Bildiniz. Belə indi bu şəkil də düşə bilər. Yenə deyirəm. Burada fikir verin, görün, mərkəzdə olan borucuqdur. Onun yuxarısında olan ələyə bənzər borudur. Bir qədər də yuxarıda liflərdir. Sütunvari və süngərvari toxuma dəricinin altında yaşıl hüceyrələri görürsünüz. Sütunvari toxumanın miqdarı çoxdur. Süngərvari toxuma dağınıq formasında da azdır. Aşağıdan baxanda süngərvari toxuma üstdən müşahidə etsə sütunvari toxumanı görə bilərik. Ağızcıqlar dediyimiz kimi əsasən bitkilərdə alt hissədə olur. Amma çələmdə süsəndə həm yarpağın altında, həm üstündə olur. Bəzi bitkilərdə, məsələn, su bitkiləridir, taxıl bitkiləridir. Bəzi bitkilərdə ağızcıqlar yarpağın üst hissəsində olur. Amma yenə deyirəm, əksər bitkilər, bu bitkilər istisna olmaqla sizə əksər bitkilər versə, məsələn, gökəni versə, ağcıqayını versə, daha demini Ayməl Muharda yazılıb. Ay balam, adam sizə deyir ki, burada, bu hissədədir. Əksər bitkilərdə, deməli, necədir? Deməli, altdadır. Ona görə altda götürəcəksiniz. Bu da belə.